Coğrafi biliklərin inkişafı. İlkin coğrafi biliklər Babil, Şumer, Çin, Hindistan, Misir və Yunanistan xalqlarının xidmətləri ilə inkişaf etmişdir. Bilirik ki, coğrafiya özü 4 inkişaf mərhələsindən keçibdir. Birinci qədim dövrdür. Baxın burada. İbtidai təsəvvürlər dövründən başlayır, eramızın 5-ci əsrinə qədər davam edir. İkinci orta əsrlər dövrüdür. 5-ci əsrdən 15-ci əsrin ortalarına qədər davam edibdir. Sonra üçüncü gəlir böyük coğrafi kəşflər dövrü. 15-ci əsrin ortalarından 17-ci əsrin ortalarına qədər davam etmişdir. Dördüncü olacaq müasir dövr, 17-ci əsrin ortalarından sonraki dövrü əhatə edir. İndi aşağı hissəyə düşək, baxaq görək burada nə var. Baxaq burada. Birinci gəlir deməli bildik ki, nə? Qədim dövr. Qədim dövrdə baxaq görək hansı alimlərin adları çəkilibdir. Bax, Eratosfendir, Ptolemey, Fales, Aristotel, Pifaqor, Hipparx. Birinci görək Eratosfen haqqında nə qeyd eləmişik? Yerin ölçülərini hesablayıbdır. İlk xəritə və coğrafiya kitabının da müəllifidir. Deməli, Eratosfen haqqında bunları bilsək, bəs eləyər, elə əsas yerin ölçüləri idi, xəritə və coğrafiya kitabının müəllifidir. Sonra keçək kimə, baxaq görək aşağıdan kimlər qalıbdır. Ptolemey haqqında görək nə yazmışıq. Deməli, xəritədə dərəcə torundan istifadə edibdir, yerin əyriliyini nəzərə almışdır. Yəni, ilk dəfədə dərəcə torundan kim istifadə edib? Ptolemey. Yəni, dərəcə toru da bilir ki, nədir? Bax, burada göstərim. Paralel və meridianların kəsməsindən yaranan kvadratlardır. Bax, bunları da bildik. Keçək, bunların oxşar cəhətini oxuyaq hələ. Eratosfen və Ptolemeyin oxşar xüsusiyyəti də bunların eyni əraziləri təsvir etməsi idi daha çox. Amma Ptolemey daha çox dedik ki, dərəcə torundan istifadə eləmişdi. Bir də daha geniş əraziləri göstərib xəritəsində. İndi baxaq görək. Cənubi Avropa, Cənub-Qərbi Asiya, Şimali Afrika, Liviya, Aralıq dəniz sahillərini təsvir edibdir. Keçək Falesə. Fales görək nədir? Fales suyu təbiətinə əsası sahibdir. Sonra yeri okeanda üzən nəhəng ağac parçası kimi də təsvir etmişdir. Yəni su təbiətinə əsası idisə, yer də okeanda üzən ağac parçası idi. Baxın, bu da onun fikri idi. Sonra gəlir Aristotel. Aristotel haqqında oxuyaq görək nə qeyd edibdir. Aristotel də deməli ay tutulması zamanı yerin kölgəsinin ay səthinə düşmür. O zaman görür ki, həmin o dairə yerin deməli kölgəsi dairə formadadır. Bax, qaydada da o yazılır. Ay tutulması zamanı yerin kölgəsinin dairəvi olmasına görə yerin kölgə şəklinin olmasını elmi cəhətdən sübut etmişdir. Pifaqor haqqında görək nə qeyd olunub. Pifaqor isə yerin kölgə şəklinin olduğunu desə də fikrini əsaslandıra bilməmişdir. Yəni sübut eləyə bilmədi. Amma Aristotel sübut eləmişdir. Bu dövrün alimlərindən qaldı kim? Hipparx. Baxaq görək nə yazıbdır. Yerin öz oxu və günəş ətrafında fırlanması haqqında məlumatlar veribdir. Sonra iqlimin dəyişməsinin günəşin üfüqdə hündürlüyünə asılı olaraq dəyişməsini söyləmişdir. Düşək aşağı hissəyə. Orta əsrlər dövrü. İkinci orta əsrlər dövrüdür. Baxaq görək burada nələr var. Bax, ərəb səyyah və dənizçilər. Əslində çoxlu adları. Mən sadəcə 3 dənəsini yazdım. İbn Bəttutə, Əl-İrisi, İbn Xaldun. Bunlar ümumiyyətlə testlərdə istifadə olunmur. Amma sadəcə ərəblərin də yəni necə deyərlər, coğrafiyanın inkişafında mühüm rolu olmuşdur. Sonra keçək, baxaq görək burada kimlərin adları qeyd olunub. Baxın, Marco Polo'nun adı qeyd olunub. Görək nə yazılıb Marco Polo haqqında. İpək yolu haqqında məlumatlar İtalyan Marco Polo'nun əsərlərində verilmişdir. İpək yolda bilirsiniz ki, Avropadan Çinə qədər uzanırdı. Sonra gələk qlobuslara. Qlobusları da elə buraya əlavə elədim ki, bu da qlobuslar özü orta əsrlər dövrünə aid olacaq. Əksəriyyəti. İndi bəziləri var ki, burada əvvəlki mərhələlərdə aiddir. Baxaq görək, əsasən, məsəl üçün bu ilk qlobus elə daha əvvəlki mərhələyə aiddir. İndi burada nəyə oxuyaq? Qlobuslar haqqında görək nə məlumatlarımız var. İlk qlobusu eradan əvvəl 2-ci əsrdə Krates Molluski hazırlamışdır.
Bu eradan əvvəl olduğu üçün orta əsrlərə artıq düşməyəcək. Çünki 5-ci əsrdən sonraki dövr idi. Sonra gəlir Şərqdə ilk qlobusu kim düzəltmişdir? Baxın, Şərqdə ilk qlobusu 11-ci əsr türk alimi Əl-Biruni düzəltmişdir. Nə adlanırdı? Relyef qlobusu. Bu məlumatı müxtəlif vəsaitlərdən, coğrafiya dərsliklərindən tapmışam. Bax, relyef qlobusu sözünü. Sonra Martin Behay 1492-ci ildə yer alması adlı qlobus hazırlamışdır. Özü də 1492-ci siz fikir versəz, Christopher Columbus səyahətlərindən eyni vaxtda düşür. Yəni, həmin səyahətin nəticələrindən istifadə edilmişdir. Baxaq sonra nə qaldı? Azərbaycanda ilk qlobus 1266-cı ildə Kəriməddin Salmansı hazırlayıbdır. İqlim təsvir olunmuşdu həmin o qlobusda. Ondan sonra gəlir Nəsrəddin Tusi. Nəsrəddin Tusi ulduzlu səma qlobusunu düzəltmişdir. Qlobuslar haqqında bu qədər danışdıq. Bəs eləyir. Keçək nəyə? Gəlir geosentrik sistem nəzəriyyəsi Ptolemey. Bax, bunu demək olar. Kitablarda şəkillər çoxdur. Deməli, qalmışdıq harda? Geosentrik sistem nəzəriyyəsi Ptolemeydir. Bu nəzəriyyənin banisi kim oldu? Ptolemey olmuşdur. Nəzəriyyədə geosentrik sistem nə deməkdir? Geo mərkəz, sentrdə, yəni yer mərkəzdədir. İndi baxaq, bu şəkildə də göstərilib deyil. Baxın, burada yer mərkəzdə olduğu üçün digər bütün planetlər onun ətrafında dövr edir. Hətta Günəş də onun ətrafında dövr edir. Sonra keçək aşağıdakı nəzəriyyəyə. Heliosentrik sistem nəzəriyyəsi. İndi burada artıq biləcəyik ki, Nikolay Kopernikin nəzəriyyəsidir. Heliosentrik odur ki, Günəş mərkəzdədir. Sentr yəni mərkəz deməkdir. Baxın, burada Günəş mərkəzdədir. Digər planetlər isə 8 planet onun ətrafında dövr edir. Sonra düşək aşağı, böyük coğrafi kəşflər dövrünə. Görək, böyük coğrafi kəşflər dövründə kimlərin adları qeyd olunub? Christopher Columbus. Görək, səyahətlərindən nələr öyrənib? Böyük və kiçik anti adlarını öyrənmişdir. Bu, düşəcək Amerikan sahillərinə, sonra Karib və Sarqas dənizlərdə Amerika sahillərinə düşəcək. Çünki bunların hamısı Christopher Columbus'un öyrəndiyi yerlərdir. Sarqas dənizi haqqında deyə bilərdik ki, sahilsizdir. Kitablarda belə qeyd olunur. Sonra var Meksika körfəzi, Şimali Passat cəryanı, bir də Qovstin cəryanlarını kəşf etmişdir. Bir də təkrar eləsək, böyük və kiçik antiadaları, Karib, Sarqas dənizi, Meksika körfəzi, Şimali Passat və Qovstin cəryanlarını kəşf etdi. Yəni öyrəndi. Bu əraziləri nə adlandırdı? Besin adlandırmışdı. Çünki o qərbə üzərək Hindistan'a satacağını fikirləşirdi. Sonra baxaq görək bu Amerika haqqında nə deyilib. Alman kartoqrafı Martin Waldseemüller İtalyan Amerikada Vespucci'nin şərəfinə baxın burada qeyd olunub. Yeni dünyanı nə adlandıracaq? Amerika adlandırdı. İndi biz yeni dünya ilə köhnə dünyaya hansı ərazilərin aid olduğunda bu sxemlərdə baxarıq. Bir də nə qeyd olunub burada? 10-cu əsrdə Leif Erikson, yəni Skandinaviyalıların başçısı Christopher Columbus'dan daha əvvəl Amerikaya getmişdi. Yəni burada Skandinaviyalılar yazmışam, amma Vikinglər də yazılsaydı, yəni uyğun olardı. Yəni Vikinglər özləri Skandinaviyalılar idi. Sonra baxaq ki, burada köhnə dünya qeyd olunub, bir də yeni dünya. İndi baxaraq bura. Köhnə dünyayı Avropanın cənubu daha çox var idi. Xəritədə Asiyanın cənub-qərbi, Afrikanın da şimalı, yəni Liviya ərazisi. Sonra nə gedirdi burada? Yeni dünyaya Şimali Amerika, bir də Cənubi Amerika əraziləri aid idi. Buradan baxacağıq ki, köhnə dünyadan yeni dünyaya nələr aparılıbdır. Nümunəvi bitki adları qeyd olunub. Kələm, portağal, limon, alma, armud, çay, soğan, qəhvə, banan, badımcan, şaftalı, turp, xiyar, zeytun, buğda, çəltik və s. aparılmışdır. Müxtəlif xəstəliklər və heyvanların da adları qeyd olunur. Sonra yeni dünyadan köhnə dünyaya nə aparılıbdır? Gəlin buna da baxaq. Burada indi olacaq pomidor, kartof, ananas, günə baxan, qabaq,
sonra qarğıdalı, biber, avokado, kakao, tütün, soya, balqabaq, qara istiot, maniok, bata, kinə, sonra Hind quşu və s. aparılmışdır. Bunları da bildikdən sonra keçək digər coğrafiyaçılarımıza. Vasco da Gama neynədi? Hindistana iş tərəfi dəniz yolunu axırı tapa bildi. Afrikanın ətrafından dolanmışdı. Fernand Magellan neyniyib? İş dünya səyahətini etmişdi. Juan Elcano da onun iş dünya səyahətini tamamladı. Çünki Filippin adalarından tərəf keçə bilməmişdi. Aşağı hissədə kimin adı qeyd olunub? William Yanson. Avstraliyanı öyrənmişdi. Sonra Abel Tasman haranı öyrənib? Avstraliyanı, Yeni Zelandiyanı, Tasmaniyanı öyrənmişdi. Ən sonda gələcək bu Avstraliyanı kəşf edən James Cook olacaq. Hələ bunlar öyrənmə mərhələsində idi. Ondan sonra gəlir nə? Herald Mercator. Xəritələr toplusunu hazırlamış və atlası çap etdirmişdir. Yəni ilk atlasın hazırlanması Herald Mercatorun adı ilə bağlı idi. Ondan sonra gəlir hansı səhifədəyik baxaq? 9-cu səhifədəyik. Artıq sona yaxınlaşırıq. Müasir dövr. Müasir dövrdə baxaq görək nə var burada. Deməli, dünya səyahət etmiş səyyahları vermişəm fərqləndirmək üçün. Fernand Magellan eləmişdi. Francis Drake, James Cook, sonra Kruzensteinlə Lisyanski. Bunlar qəbulda artıq istifadə olunmur. Amma Fernand Magellandır, bax, James Cookdur. Bu 1 və 3-də qeyd olunanlar suallarda daha çox istifadə olunur. Kruzensteinlə Lisyanski Rus səyyahlarıdır. Francis Drake-də ki, bu Drake boğazının adından əslində biləcəksiniz ki, Antarktida ilə Cənubi Amerika arasında Drake boğazı var. Bax, bunu dünya səyahəti ediblər. Sonra keçək hara? Növbəti hissədə görək nə yazmışıq? Avrasiyanın ucqar şərq hissələrini öyrənən səyyahlar kimlər olur? Semyon Dejnev. Deməli, Dejnev burnu var şərq hissədə. Vitus Bering, Bering dənizi var. Aleksey Çirikov. Deməli, bu səyyahlar Avrasiyanın şərq hissəsini öyrənmişdir. Bax, burada qeyd edirəm ki, James Cook axırı Avstraliyanı kəşf etmişdir. Sonra gəlir Alexander Humboldt. Alexander Humboldt haqqında dərsliklərdə geniş məlumat verir. Haraları öyrənibdir. Gəlin, bax, Ant dağları, Orinoco, Amazon çayı, Mərkəzi və Cənubi Amerika vulkanları haqqında öyrənmişdir. Bunlar elə hamısı Cənubi Amerikada demək olar yerləşir. Mərkəzi hissələrə də sadəcə çıxmışdır. Hansı elmlərin əsasını qoyub? İqlim şünaslıq, bitki coğrafiyasının əsasını qoymuşdur. Afrikanın öyrənilməsinə David Livingstone'un fəaliyyəti olmuşdur. Baxaq ki, haralarda olub? Kongo, Zambezi çaylarını öyrənib. Sonra Tanganyika, Nyasa göllərini öyrənmiş, Victoria şəlaləsini kəşf etmişdir. Bu Victoria şəlaləsi də elə Zambezi çayının üzərində idi. Bura qədər öyrəndik, bəs edir. İndi keçək Henry Stanley'ə. Görək Henry Stanley neyniyib? Afrikada tədqiqatlar davam eləmişdi. Kimin tədqiqatlarını davam elətdirirdi? Elə David Livingstone'un. Sonra Challenger tədqiqat gəmisi vasitəsilə okeanologiya elmi yaranmışdır. Dokuçayev də neyniyibdir? Vasiliy Vasilyevich Dokuçayevdir və adı çox böyükdür bunun. Bu da torpaq coğrafiyası elmini yaradıbdır. Ondan sonra ən aşağıda nələr vermişəm? Baxaq görək. Həm maqnit qütblərin, həm də coğrafi qütblər haqqında məlumatlar qeyd olunur. Baxın, Robert Piri şimal coğrafi qütbünü fəth edib. Roald Amundsen cənubi coğrafi qütbünü fəth edib. Robert Scott sadəcə səyahət etmişdi. Sonra John Ross şimal maqnit qütbünü kəşf edib. James Ross da cənub maqnit qütbünü kəşf edibdir. Görürsünüz, mən bunların illərini yazmamışam. Çünki illər ümumiyyətlə coğrafiyada istifadə olunmur. Ona görə də yəni kimin hansı fəaliyyəti olub sadəcə onu qeyd elədim. Bu günlərdə yəni bu qədər yəni PDF-də izah bəhs elədim mənim üçün. İndi növbəti PDF-ləri də deməli hazırladıqca paylaşaram.